Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Meteorun təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC FM Azərbaycan yazmaqla. Politoloq Aytən Qurbanova ilə danışacağıq. Hər vaxtınız xeyir Aytən xanım. Hər vaxtınız xeyir Xanlar bəy. Aytən xanım, bir məsələyə toxunmaq istəyərdim və həqiqətən də sosial şəbəkələrdə də bu müzakirə olunur. Azərbaycan segmentində xüsusilə bu müzakirə olunur ki, sağımız müharibədir, solumuz müharibədir. Azərbaycan hava məkanı demək olar ki, ən aktiv istifadə olunan hava məkanlarından birinə çevrilib, çünki təhlükəsizdir. Və sağ qonşumuz, sol qonşumuz, ümumiyyətlə dünyanın okeanın o tərəfindən də Azərbaycana məhz gəlirlər məsləhətləşməyə, fikir mübadiləsi aparmağa, nə ilənsə danışmağa və Azərbaycanda yəni hər tərəfdə müharibə gedəndə Azərbaycan böyük tədbirlərə ev sahibliyi edir. Və təbii ki, bu Azərbaycanın yeni yazdığı bir reallıqdır. Bu istiqamətdə istəyərdik ki, fikirlərinizi öyrənək. Həqiqətən də Xanlar bəy, son zamanlarda ən çox müzakirə olunan məsələlərdən biri məhz bu istiqamətdədir. Çünki çox çətin bir coğrafiyada yerləşirik. Rusiya-Ukrayna müharibəsinin 4 ildən artıqdır davam etməsi, eyni zamanda son günlərdə Amerika Birləşmiş Ştatları, İsrail, İran münasibətlərində gərginlik və artıq müharibə həddinə çatan münasibətlər və cənub qonşumuzda, şimal qonşumuzda aktiv şəkildə davam edən müharibə fonunda Azərbaycan sanki qlobal sistemdə bir sabitlik adası təəssüratı yaradır. Çünki 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyümüzün bərpa olunması, daha sonra 2023-cü ildə suverenliyimizin bərpa olunması istiqamətində atılan addımlar və 23 saatlıq antiterror tədbirləri bütövlükdə bizim hədəflərimizi, yəni hərbi istiqamətdə olan hədəflərimizi tamamlamış və bütün diplomatik istiqamətdə və digər strateji əhəmiyyətli addımlarımızı daha çox ön plana çıxarmışdır. Ümumiyyətlə Azərbaycan xarici siyasət konsepsiyasına nəzər yetirsək, biz aydın şəkildə müşahidə edə bilirik ki, biz hər zaman dialoqu münaqişələrin və gərginliyin üstündə dəyərləndirən bir konsepsiyaya sahibdir. Bu prinsipial dəyər məhz beynəlxalq hüququn əsas normalarına və ədalətə əsaslanır. Bizim qələbəmizi digər qələbələrdən, qlobal sistemdə baş verən digər münaqişələrdən fərqləndirən əsas fərqləndirici xüsusiyyəti ona bağlıdır ki, atdığımız addımların hər biri beynəlxalq hüquqa əsaslanır. Və beynəlxalq hüquqa əsaslanan addımlar davamında təbii ki, sabitliyi də özündə ehtiva edirdi. Və biz diqqət ediriksə, əsrin müqaviləsindən bu günə qədər Azərbaycanın ortaya qoyduğu bütün layihələr birləşdirici xarakter alıb. Hər zaman dövlətləri sabitliyə, əməkdaşlığa sövq edib. Yəni bu təsadüfi yaranmış bir vəziyyət ya da ki, indiki beynəlxalq şəraitdən irəli gələn bir nəticə deyil. Ümumiyyətlə Azərbaycanın, müasir Azərbaycanın xarici siyasət konsepsiyası bunun əsasında qoyulub. Dövlətlər hər zaman əməkdaşlıq qapısını açıb qoyub, gərginliyi, bütün münaqişəli vəziyyətləri dialoq yolu ilə həll etməlidirlər. Və mən düşünürəm ki, bu model Azərbaycan tərəfindən yaradılmış bu model yeni formalaşmaqda olan dünya nizamı üçündə, davam edən münaqişələr üçündə, həm cənub qonşumuz, həm şimal qonşumuz, həm də bütövlükdə qlobal sistem üçün də önəmli bir mesaj verir. Və bu mesajın işığındadır ki, Azərbaycan heç də təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatlarının rəhbərliyində yaradılan Sülh Şurasına təsisçi üzv olaraq təmsil olunur. Yəni biz sadəcə yerləşdiyimiz Cənubi Qafqazda ya da biraz daha geniş coğrafiyada desək, Türk coğrafiyasında və İslam coğrafiyasında deyil, ümumilikdə qlobal sistemdə önəmli təsirlərə sahib olan bir modeli yaratmışıq və bu model digər münaqişələrin həlli üçün də düşünürəm həm ümiddir, həm önəmli bir yol xəritəsidir, həm də real, sadəcə nəzəriyyə ya da sənədlər üzərində olan deyil, real təcrübənin özündə əks etdirir. Və təbii ki, bizə qarşı olan müəyyən bir təhdidlər də var idi və indi görürsünüz ki, hansısa formada ekspertlər səviyyəsində, yəni hardasa necəsə, hansısa bir kanallarda nələrsə səsləndirilir və yaxud da əvvəl səsləndirilib. Bəs bu təhdidləri biz necə aradan qaldırırıq? Demək olar ki, Azərbaycan heç kimi bu dəqiqə demək olar ki, təhdid olaraq görmür. Ümumiyyətlə Azərbaycan heç vaxt heç kimi təhdid olaraq görməyib. Yəni bizim üçün hər hansısa bir formada heç bir dövlətin təhdid yarada biləcək bir nəticəsi ya da təsir mexanizmi olmayıb. İstər Amerika Birləşmiş Ştatları olsun, istər Çin olsun, istər qlobal sistemin ən önəmli təsisatları, institutları olsun. Biz diqqət ediriksə 44 günlük Vətən müharibəsi dövründə heç kim bizi bir addım belə geri atmağa məcbur edə bilmədi. Cənab Prezidentin bununla bağlı çox aydın və konkret yanaşması varsa, Azərbaycan heç bir dövlətə və ya heç bir qlobal instituta Azərbaycanla diktə dilində danışmağa icazə vermir. Heç kim bizimlə diktə dilində danışa bilməz. Bunun əsasında nə formalaşdırır? Azərbaycanın iqtisadi müstəqilliyi, Azərbaycanın siyasi müstəqilliyi, Azərbaycanın bir çox istiqamətlərdə dayanıqlı və davamlı əsasda formalaşdırdığı strateji tərəfdaşlıq. Müharibə dövründə bizə qarşı demək olar ki, qlobal sistemin böyük əksəriyyəti
qeyri-konstruktiv və qərəzli yanaşmalar nümayiş etdirirdi. Bizim barmaqla sayılacaq qədər etibarlı strateji tərəfdaşlarımız istisna olmaqla, Türkiyə kimi, Pakistan kimi, İsrail kimi və bunların əsasını da formalaşdıran məhz Azərbaycanın hər zaman o dövlətlərlə yaratdığı iki tərəfli və çox tərəfli əsasda qarşılıqlı etimada əsaslanan möhkəm siyasi və iqtisadi əlaqələr idi. Və bundan sonraki mərhələdə müharibə bitdi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və digər dövlətlərin Azərbaycana olan qeyri-konstruktiv mövqeyi müəyyən bir mərhələdə istər informasiya cəbhəsində, istər diplomatik cəbhədə davam etsə də biz bugün o münasibətlərin tamamilə dəyişdiyini də görürük. Bu münasibətin dəyişməsinin səbəbkarı da Azərbaycandır. Çünki onlar nə qədər qeyri-konstruktiv yanaşmalar ya da qərəzli çıxışlarla Azərbaycanı hədəf göstərsələr də, bizim hədəfimiz ya da diqqətimiz onlar heç vaxt olmuyor. Müəyyən bir mərhələyə qədər Avropa İttifaqı çərçivəsində olan bəyanatlara cavab vermişik, ondan sonra diqqətə alınmamışıq. Eyni zamanda qonşularımız ya da hər hansısa bir dövlətin daxilində olan siyasi mərkəzlər ya da media qurumlarının Azərbaycana qarşı olan hədəflərinə cavab vermişik, sonradan diqqətə almamışıq. Çünki bunların əsasının olmadığını, hər hansısa bir argumentasiyasının olmadığını, sadəcə qısqanclıq ya da Azərbaycanın yüksələn güc olaraq təsir mexanizmlərini bloklamaq niyyəti olduğunu aydın şəkildə müşahidə etmişik. Bugün də davam edirmi müəyyən bir ekspertlər sizin də qeyd etdiyiniz kimi ya da media qurumları səviyyəsində bəli davam edir. Amma onların çıxışları ya da Azərbaycanın hədəf alması bizim öz hədəflərimiz istiqamətində inamlı addımlarımıza ya da ortaya qoyduğumuz yeni modelə təsir edə bilirmi? Təbii ki, xeyr. Və Cənubi Qafqazda bildik ki, böyük güclərin maraqları toqquşur və mənə maraqlı olan tərəf də bilirsiniz nədir? Bu maraqları Azərbaycan necə vahid bir yerdə toplaya bilir və hamısı ilə eyni vaxtda yola gedə bilir və hamısı ilə demək olar ki, artıq strateji tərəfdaşlıq səviyyəsinə gəlmiş. Mən düşünürəm ki, əslində Azərbaycanın xarici siyasətinin əsas unikallığı və fərqləndirici xüsusiyyəti də bununla bağlıdır. Bunun üçün birləşdirici amil onunla bağlıdır ki, Azərbaycan ortaya qoyduğu layihələrdə, yanaşmalarda heç vaxt sadəcə Azərbaycanın milli maraqlarını ön plana çıxararaq bir təşəbbüslə çıxış etməyib. Bizim layihələrimizin hər birindən iştirakçı dövlətlərin hər biri bəhrələniblər və heç kimin milli maraqları və milli təhlükəsizliyi hədəf olaraq seçilməyib. Biz son orta dəhliz layihəsinə diqqət etsək, Amerika Birləşmiş Ştatları və Çinin bugün nə qədər böyük bir qlobal rəqabətin iki tərəfi olduğunu aydın şəkildə təhlil etsək, görə bilərik ki, orta dəhlizi həm Çin dəstəkləyir, həm Amerika Birləşmiş Ştatları dəstəkləyir, həm Avropa İttifaqı dəstəkləyir, həm də Rusiya dəstəkləyir, həm İranın maraqları var burada, həm digər regional və qlobal kontekstdə buna iştirakçısına çevrilə biləcək dövlətlərin. Çünki biz yollardan danışırıqsa, yollar ümumilikdə bütövlük qlobal sistemi birləşdirici amildir. Sadəcə keçdiyi bölgəni deyil. Keçdiyi bölgədə yerləşən dövlətlər bundan daha çox mənfəət götürür, bəli. Amma orta dəhliz layihəsi ümumilikdə qlobal sistemdə yeni, daha təhlükəsiz və daha ucuz başa gələn alternativ yoldur. Və bunun ən çox xarakterli xüsusiyyəti ön plana çıxardan məqam isə təhlükəsizliklə bağlıdır. Çünki Cənub dəhlizi, Şimal dəhlizi qeyd etdiyimiz kimi müharibələrin davam etdiyi bir dövrdə orta dəhlizin əhəmiyyəti daha çox ön plana çıxır və onun əhəmiyyətini ön plana çıxardan əsas nüans bugün Azərbaycanın Ermənistanla sülh gündəliyini formalaşdırması ya da bizim münaqişəyə tamamilə son qoymamız deyil. Məhz Azərbaycanın təşəbbüskarı olması və məhz Azərbaycanın nəzarət mexanizminin olması ilə bağlıdır. Bu etimadın, bu Azərbaycana olan yüksək etimadın formalaşdırılması fonunda məsələ Azərbaycan bugün masa arxasında otura bilməyən tərəflərin hər biri ilə həm strateji tərəfdaşlıq edir, həm də onları birləşdirəcək layihələrin də təşəbbüskarı qismində çıxış edir. Və orta dəhlizin o açar yeri var da, o açar yeri Zəngəzur dəhlizidir. Azərbaycandan keçən bir hissədir və Azərbaycan prezidenti hələ 2020-ci ildə, yəni o kapitulyasiya aktını imzalayanda orada bir bənd var idi ki, heç birimizin bəlkə də indi ağlına gəlməzdi ki, bütün bu demək olar ki, maraqların toqquşduğu məkan məhz o olacaq. Zəngəzur dəhlizinin açılması ümumiyyətlə regiondakı maraqları necə dəyişdi? Mənə maraqlı olan o tərəfdir. Mən düşünürəm ki, Zəngəzur dəhlizinin açılması sadəcə regiondakı maraqları deyil və bütövlükdə qlobal sistemdə daha əvvəldə də qeyd etdiyim kimi olan bütün maraqları və strateji hədəfləri də dəyişən əsas istiqamətlərdən biridir. Bizim üçün önəmli təbii ki, ilk növbədə Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşdirilməsi ilə bağlı. Çünki uzun illərdir Naxçıvan təcrid olunmuş şəraitdədir və bizim birbaşa quru əlaqəmiz yoxdur. Bu bizim üçün ən əsas strateji hədəflərdən biridir. Amma daha böyük mənzərədə bunu dəyərləndirəndə Naxçıvan artıq həm Türk dünyası üçün, həm İslam
İslam dünyası üçün, həm Orta Dəhlizin effektivliyi üçün də bir açar rolunu oynayır. Bu açılacaq qapı Çindən başlayaraq Avropaya qədər uzanan böyük bir yolu əhatə edir və onun açılması əslində bütün dövlətləri birləşdirəcək bir amilə çevrilir. Yəni bizim üçün strateji hədəf olan, bizim milli təhlükəsizliyimiz üçün, bizim milli maraqlarımız, ərazi bütövlüyümüz üçün önəmli olan Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşdirilməsini Azərbaycan artıq qlobal sistem üçün önəmli bir məsələyə çevirib. Çünki qeyd etdiyimiz kimi daha ucuz başa gəlir, daha qısa yoldur və ən əsası isə qlobal sistemin təlatümlərlə keçdiyi bir mərhələdə, münaqişələrin yenə də aktiv bir fazaya keçdiyi bir mərhələdə, yolların, təhlükəsizliklə bağlı olan ciddi qayğıların daha çox ön plana çıxdığı bir mərhələdə Orta Dəhliz sabitlik yolu kimi qiymətləndirilir, sülh yolu kimi qiymətləndirilir. Yəni digər adı ilə TRIP layihəsi desək, bunu sülh yolu olaraq qiymətləndirsək, ümumilikdə ola biləcək bütün münaqişələrdən kənar və heç bir təhdid olmayan əsas yollardan biridir. Diqqət ediriksə, istər 44 günlük Vətən müharibəsi dövründə, istər ondan sonraki mərhələdə danışıqlar prosesi dövründə daima Azərbaycana qarşı təzyiqlər olmasına baxmayaraq, Azərbaycan nəzarət etdiyi, öhdəlik götürdüyü heç bir bəndlərdən heç bir dövlətə və ya heç bir tərəfə qarşı təzyiq vasitəsi olaraq istifadə etməyib. Mən düşünürəm ki, məsələ Zəngəzur dəhlizinin bu qədər çox qloballaşdıran, qlobal əhəmiyyətini də artıran və onun reallaşması üçün Azərbaycanın ortaya qoyduğu gündəliyə dəstək verilməsini təmin edən əsas məqamlardan biri də budur. Nə qədər Azərbaycana qarşı qeyri-konstruktiv yanaşmalar olsa da, qərəzli mövqedən çıxış etsələr də, qlobal sistemdə Azərbaycan artıq orta güc olaraq önəmli aktora çevrilməsini dırnaqarası qəbul etmək istəməsələr də, yenə də bilirlər ki, Azərbaycan bu layihənin əsas təşəbbüskarı və əsas nəzarət edici tərəfidirsə, o da o layihədən heç kim itirməyəcək. Və Ermənistan da təbii ki, bunu başa düşür və hiss eləyirlər ki, sülh onlara nələr gətirdi, hansı şansları gətirdi, hansı rahatlığı gətirdi, hansı komfortu gətirdi və onlar da başa düşür ki, Azərbaycanla əməkdaşlıq, Azərbaycanla dostluq yalnız onlara xeyir gətirə bilər və nəinki rəhbərlik, hətta mən deyərdim ki, Ermənistan xalqı belə bunu artıq başa düşür, dərk edir, fiziki olaraq hiss edirlər. Çünki bizim elə ən azı yanacağımız ora gedəndə qiymətlər də düşdü, keyfiyyət də artdı, insanlarda tələbat da artdı, yəni buna. Və Paşinyanın da son elə video görüntülərini görürük ki, bütün dünyada müharibə gedir və Paşinyan demək olar ki, gedir, nərd oynayır, damda oynayır, şirniyyat yeyir. Yəni çox rahat şəkildə ölkəni hazırda idarə edir, müharibəsiz. Və yəqin ki, növbəti seçkilərdə də Ermənistan xalqı bunu dərk edib və səsini kimə verəcəyini də artıq bilir deyə düşünürəm. Əslində bəli, çox haqlısınız. Çünki iyun ayında Ermənistanda keçiriləcək seçki öncəsi Ermənistan daxilində kifayət qədər çox siyasi gərginliklərin olduğunu biz 2025-ci ilin son aylarında daha doğrusu aydın şəkildə müşahidə etdik. Xarici maraqlar, erməni lobbisi, prosesə müdaxilə etməyə çalışan qüvvələr, sülh gündəliyindən dırnaqarası narahat olan qüvvələr və çalışırdılar ki, Ermənistan vasitəsilə yaradılan bu sülh mühitinə müəyyən mənada zərbə vursunlar ya da müdaxilə mexanizmi formalaşdırsınlar. Baş verən hadisələr o qədər sürətli şəkildə cərəyan etdi və bu sürətli şəkildə cərəyan edən hadisələr fonunda biz Azərbaycanın yaratdığı reallıqların Ermənistanın nə qədər töhfə verdiyini də gördük. Sizin qeyd etdiyiniz o sülh şəraiti, Paşinyanın kifayət qədər təhlükəsiz bir mühitdə, müharibədən, münaqişədən, gərginlikdən uzaq öz ölkəsinin ərazisində kampaniyanı aparması və rahat şəkildə səyahət etməsi, bu görüntülərin mediada paylaşılması ən çox müzakirə olunan məsələlərdən biridir. Yəni çox qısa bir müddət öncə, 6 il əvvəl Azərbaycanla çox əhəmiyyətli bir qarşıdurmanın, münaqişənin Azərbaycanın ərazilərinin işğal altında saxlamasından irəli gələn nəticələrlə mübarizə aparan, daha sonra 44 günlük Vətən müharibəsində məğlub olub kapitulyasiya aktını imzalayan bir baş nazir, ölkənin lideri bugün Azərbaycanın ortaya qoyduğu sülh gündəliyinin müsbət nəticələrindən faydalanaraq münasibətlərin formalaşdırılması, əməkdaşlığın yaradılması, həm Azərbaycanla, həm Türkiyə ilə iqtisadi əlaqələrlə bağlı yeni addımların atılması, həm Azərbaycan hava məkanının Ermənistan üçün, Ermənistanla uçuşlar üçün açılması, eyni zamanda sizin də qeyd etdiyiniz kimi Azərbaycan üzərindən üçüncü dövlətlərin məhsullarının Ermənistana ixracına icazə verilməsi, həmçinin Azərbaycanın neftinin, qazının Ermənistana ötürülməsi, satılması istiqamətində atılan addımlar. Bunların hər biri əslində Ermənistan cəmiyyətində sülhün gətirəcəyi rifahla bağlı önəmli mesajlardır. Nə qədər çox təcrid olunmuşdursa Ermənistan, o qədər çox Ermənistan cəmiyyətindəki ab-hava və yaşayış standartları aşağı səviyyədə idi və kifayət qədər çox bunu öz gündəlik həyatında
həyatlarında hiss edirdilər. Və mən düşünürəm ki, indiki şəraitdə qlobal sistemdə baş verən hadisələr fonunda əgər Ermənistan cəmiyyətində insanlar sülhün onlar üçün nə qədər böyük töhfə verdiyini başa düşməsələr, bundan sonraki mərhələdə ümumiyyətlə onunla bağlı hər hansısa bir ümid səsləndirmək mümkün deyil. Amma ümid edirik və inanırıq ki, növbəti seçkilərdə bu istiqamətdə öz mövqelərini aydın şəkildə nümayiş etdirəcəklər və nəhayət ki, biz davamlı və dayanıqlı sülhdən danışa biləcəyik. Son günlərdə mediada paylaşılan və daha çox müzakirə olunan məsələlərdən biri də Ermənistan konstitusiyasına ediləcək dəyişikliklə bağlıdır. Və Ədliyyə Nazirliyinin verdiyi məlumatda artıq konstitusiyanın ilkin layihəsi hazırdır. Düzdür, orada ərazi dəyişikliyi ilə bağlı hər hansısa bir məsələnin hələ ki müzakirə olunmadığı İctimaiyyətə açıqlanmayıb. Bəli, amma üzr istəyirəm, ərazi iddiaları ilə bağlı. Amma müstəqillik aktının preambula hissəsində olan qeydin çıxarılmaması hər hansısa bir formadan onsuz konstitusiyaya dəyişikliyi regional və qlobal səviyyədə əhəmiyyət etmir. Bu sadəcə daxili idarəetmə ilə bağlı olan dəyişiklikdir. Mən düşünürəm ki, ən əsas bənd və müzakirə olunan məsələ bununla bağlıdır. Sadəcə olaraq hələ auditoriyanı bu istiqamətdə hazırlamağa çalışırlar. Yəni seçkidən sonraki dönəm konstitusiya dəyişikliyinin edilməsi və nəhayət ki, sülh müqaviləsinin imzalanması bugün Cənubi Qafqazda formalaşan və daha geniş coğrafiya təsir mexanizmi olan o sülh adası anlayışını daha davamlı, dayanıqlı əsasda gələcək nəsillərə miras qoyacaq ən önəmli addım olacaq. Çox təşəkkür edirəm Aytən xanım. Var olun, minnətdar. Mən təşəkkür edirəm, buyurun, sağ olun. Və biz politoloq Aytən Qurbanova ilə danışdıq. Siz də bizi dinləməkdə, eləcə də izləməyə davam edin. Sağ olun, salamat qalın.